Bir ayət kəlməni xatırladım öz nəfsimə, sonra da sizlərə. Allah subhanahu wa ta'ala Həşr surəsində buyurur ki: "Ya eyyuhellezine amanu ittaqullaha" Ey iman gətirənlər, Allahdan qorxun. "Vel tanzur nefsun ma qaddamat ligadin. Vettaqullah. İnnallaha xabirun bima ta'malun." Rəbbimiz buyurur ki, ey iman gətirənlər, Allahdan qorxun. "Vel tanzur nefsun ma qaddamat ligadin." Baxın, görün, nəfsiniz sabah üçün nə hazırlayıb? Yəni, qiyamət günü üçün nə hazırlayıb? Və sonra Rəbbimiz buyurur ki, "Vettaqullah." Allahdan qorxun. "İnnallaha xabirun bima ta'malun." Həqiqətən Allah sizin etdiklərinizdən xəbərdardır. Möhtərəm qardaşlar, bu ayət kəlmə həqiqətən bizlərə böyük bir dərs verir ki, Rəbbimiz bizlərə qəflətdən ayılaraq düşünməyə çağırır ki, nəfsiniz sabah üçün nə hazırlayın? Yəni, qiyamət günü üçün nə hazırlayın?